eğlenceler, edirik her şeyin en güzelini. Sizlere gülüşü bəxş edərik biz, sizin qarşınızda Komedi Kanal. Deyirəm, ay arvad, hazırlaş. Gedirik nəvəmizi görməyə. Əliboş nəvə yanına gedərlər. Ay qız, əliboş nöş gedirik. Buna bax. Gör nəvəmi üçün nə aparıram. Piredo bezi. Bunu ki, uşağa bağladılar. Səncə? Uşaq quzu kimi yat. Hələ buna bax. Piredonun nəm salfetləri. Piredonun maye sabunları. Day, bundan artıq mən uşaq üçün nə aparmalıyam? Başın işləyir sənin. Yenə dedi, başın işləyir ya. Ay qız, keçən dəfə də ad günümdə mikrofonu götürmüsən ki, sənin başın işləyir. Olmadı ki, götür bezləri. Yaxşı, sonra dalaşarıq. Mən Offside mağazasında satıcıyam və məktəblilərimiz üçün Oyal məktəbli ləvazimatları satıram. Məktəblilərimiz bizim məhsulları çox sevərək istifadə edir. Elə ona görə də məşhurlar bizi seçir. Biz də buradayıq. Bu dəqiqə. Bu dəqiqə Xəzanə xanım. Bizim sevimli dostlarımız Qardaşlar Mebel artıq biznes sahiblərinin də yaxın dostuna çevrilib. Kimin ofisində qonaq olsaq, orada Qardaşlar Mebelin loqolu məhsullarını görürük. Rəhbərlər üçün ofis masaları, Qardaşlar Mebelin öz istehsalı olan işçi və rəhbər kresloları, dolablar, toplantı masaları, seyflər, divanlar və daha nələr yüksək keyfiyyətdə təqdim olunur. Ən böyük üstünlük də odur ki, məhsulları ofisinizə uyğun ölçüdə sifariş verə bilərsiniz. Şirkətimizin Həsən Əliyev 12 ünvanında məhz ofis mebellərindən ibarət böyük şorumu mövcuddur. Mütləq bizim dostlarımıza baş çəkin. Baba, zirvələrə necə uzala bilərəm? Mənim balam, çalış, haqqın tərəfində ol. Əhdə vəfalı ol. Bir də halaldan qidalan. Halal olandan yemək cismin qidasıdırsa, halaldan yedizdirmək ruhun qidasıdır. Rosko, yalnız halal. Axşamınız xeyir olsun Komedi Xanım bir-birindən özəl və gözəl tamaşaçıları. Həftə sonlarının dəyişilməz əyləncəsi. Komedi Xana başladı! Sinxron itiririk. Bir də... Gecikirsən, bayana gecikirsən. Və təbii ki, xoş gördük bizi canlı izləməyə gələn xanımlar və canımlar. Özünüzdə bir gürültü alqışlayın. Gözəl insanlar. Və dostlar, heç atmaq istəmirəm. İlk səhnəci isə təqdim etmək istəyirəm. İlk səhnəcimizin qəhrəmanı bizim gündəlik ictimai nəqliyyatda rastlaşdığımız, xidmətlərindən istifadə etdiyimiz zəhmətkeş dostlarımız, taksi sürücüləri haqqında. Gəl onları bir alqışlayaq, bütün taksi şoförlərindən, sürücülərindən alqışlarımızı və salamlarımızı çatdırırıq. Elə səhnəcimizə belə adlanır. Taksi sürücüsü deyirik və biz başladıq. Ərizi yığışdı da, bacı, başqa da onun sənin. Rəqabət. Bir dənə gözəl. Rəqabət. Çatdıq. Müəllim. Durmursuz? Nə pişirmirsən az? Taksidəsiz, müəllim. Ay müəllim, taksidəsiz, çatdıq, düşün də. Ay qardaşlar, bir evdəyik, ona görə yıxılıb yatmışıq. Soruşun, nə pişirmişsiniz? Rəqabət. Arvad nə vaxtdan bığ saxlayır, ha? Taksi sürücüsüyəm, ay qardaşım. Taksi sürücüsüyəm.
Oy, taksi sürücüsü. Qarət, düşmürsüz. Zəhmət olmasa. 5 manat 50 qəpik. 5 manat 5 manat 50 qəpik. 50 qəpik. Hələ hə də 5 manat 50 qəpik. Onsuz da bir əsəbi. Sən balım da yığılıb 19 bala. Sən istəmək də istəmirəm lan. Bəyəm sən yatdın ha. Hə. Nə özümü tullamaq istəyirdim Xəzərəyə. Prosto sən ki elədin, qardaşım sən. Mən də istədim keçində və tullayam. Sən demə Xəzər dala çəkilib. Şappıltı ilə yapışdım asfalta. Nə ayır verməli? 5 manat 50 qəpik. 5 manat 50 qəpik. 50 qəpik. 5 manat. Ala ver 5 manat, ver get də, ver 5 manat. Yox, elə şey yox. Sən taksi şoförü buradan bura mənə 50 köpük hörmət edirsənsə, mən də sənə 50 köpük hörmət edirəm, 6 manat verəcəm sənə. Mən sənin taksində elə bilirəm ana qucağında yatmışam. Elə bilirəm zindurlanı qucaqlayıb yatmışam. Gəl keş bura da. Rəqabət. Hə. Ada bax rəqabət. Taksidə nə olub? Nə olub? Hansı rəqabətdən dünyaya gəlmişsən sən? Rəqabət. Mən nə verməliyim? 5 ver get də. Şö, onda belə, sən buradan mənə gözlə, qalxım evə balkondan sən pulu atıram. Ha, sən anlama, əsəbləşdirmə. Onsuz da bizim işimiz əsəbdir. Bəli. Ver 5 verəsən, 5.50 verəsən, 6 verəsən. Ver çıxışət qardaşım. Ha, qardaşım, deyirəm üstümdə pulum yoxdur da. Qalxım evə, sən pulu qəşən bura, kağızdan bir dənə qəşək təyyarə düzəldim, samalyot. Belə söyləyəm, izlə, gec gör, hara küçü gec götür da. Yox, sənin cibin altımat yoxdur. Yox, mən pulum var idi. Pulum var idi, axırıncı pulumu yiyib bitirdim. Afsiyanda dedim ki, mənə üçün limon gətirib. Hə, o verdim, limonu çəkdim başıma. Ana, mən limonu çəkəndə bir-iki taksiyə minirsən də, o limonu sıxdığını mən burada nə sıxatsan? Nə sıxatsan burada? Hələ biraz var mıydı, bu araba keçməməsi oynayandı. Canım üçün, bəlkə bir gün 50 dəfə keçməməsi oynamışıq arabadla. Ana, bildin nə səndən çıx tabii keçidən daha ibədi də. Ada, Hə, rəqabət. nə də? Gəlin gülünü götürüb gəlmisən. Sənin başın baxmasın, sənin gül tutan vaxtındır. Hə? Qonşunun qızı tutmuş da gülü, subay qızıydı. Yazığa bir çöktün, getdi girdi stolun altına. Az yiyib içirdim, o bir stol qayıtıyor, sən nə qədər vurursan, sən ayağa dura bilərsən. Dedim, ayağa durmaq nə deyirsən, gülü tutum. Spora bir daha pırjok verim, tullandım, gülü tutum. Allah gəlin bazıyı xoşbaxt eləsin, gülü məndədir. Gel sən bu sporunuzu evdəliyim, ver mənim altımatımı da, ver mənim. Hey. Səndə var bibi. Mənə bax, restoranda utanım deməyə, stolun üstünə şilə götürmüşəm. Qəşəng, ərik şiləsi. Natura ərik şiləsi, Natura gəl. ərik. Ha, mənim altımatımı ver, ama şuna da oğlum, hala ya. Hala ver mənim altımatımı da. Deyirəm, balkondan atalım da. Sən ne balkondan atsan, ver altımatı da. Ay, İşləri götürməli. Yekə oğlansan, bir dənə mənim sifətimə bax, mən sən pulu atası oğlanam. Mən heç yaraşar pul atmaq. Deyirəm, qalxım evə, balkondan tullarım da vurmuşam, nə olur bu? Onu sən qalq, bibi qalsın. Hə, İlki gəlib verəndə bibini apar. otursan az burada. Kim? Sən, Mənim xalqın kişisine burada maşında ne işim var? Yox, mən də düşürəm aşağı. az gəl orada otur. Mən də düşürəm aşağı. Dərdləşərsiniz, söhbət eləyərsiniz də. Mən nə söhbət edəcəm sənin arvadınla? Mən bunu nə danışacağım taksi şoförüyle? Yox, düşürəm aşağı. Az təzə təyən yarpağı çıxıb, ondan söhbət eləyir. Taksi şoförü tənə yarpağı nə bilir? Ana bilmirsən təyən yarpağı. Hala sən hala düş get getdi də da. İnanırsan mənə? Kişi kimi də da. Ayıb olar, Gözləyirəm yekə səni. oğlansan, hə. Çünki çox gözləmişəm balkonların altında. Yandırım Ay səni. ata, olardı mən bibinin əvvəlki vaxtı. Pula pul demirdim, pula pul demirdim. İnandırım səni, Keşlə bazarında balıq aldır eləyirdim. Sinəm pulla dolu olardı. Sonra ki Keşlə bazarı köçdü, pul yox, sinir də xış xışıldayır. Durun gedim, durun Get gedim. də, hadi get də. Gəl də, yekə qızla tez ol da. Görsən başım gizələnir. Rəqabət, Hayca. ayaqqabılarla ne? Sən ərindən xəbərin yoxdur. Ayaqqabılarla ne? Bu ne ha? Ya sən ayaqqabılarını giymişsən? Ya, Qız ayaqqabılarını axtarala bilər. ya Səmən ləqqabısı mənim ayağımda nə gəzir?
Sən bilərsən, sən bilərsən. Onda Yasəmən də mənim əxtamı geyinir. Yəqin də, yəqin. Aa, mən də deyirəm, belə gəzirəm toyda. Sənə, qardaş, Gəl dayı bir yavrum. şu qardaş, mənə bağışla. Ben gözləyirəm ha Ha, sən. kişiyik, ha, yekə oğlansa, deyirəm kişiyik də. Kişiyin ağzından kəlmə çıxsa, pis. Kabloklarından görürsən elə kişiyi. Sən, bu giyinənə bir interesini yerimək istəyirəm, emin olmam. Amma göndərirəm pulu. Anamına bak, ara kaçtılar. Ara yekə kişisən ara. Ayıbda taksi sürücüsün. Mən nə qazanıram? Sən mənim altım atımı götürüb qaçsın. Ayıb deyil. Mən bayaqdan burada kişilikdən dəm vurursan. Yekə kişisən ha. Zıtı verdim, olsa zülümlə, zillətlə sən kablok yox, sən ayağında don geyinmə. Ağzımda deyirəm kişiyik, biz. Bilməyəcəm, bunu çıxart da ağzından. Ha? Çıxart da bunun ağzından. Mən gördüm qaça gelsin, ona görə ben narahat qaldım. Ha, qaça ona görə gezmədim. Ne dedim, kavluqdayım, qonum var, qonşu var, məhlə var. Görərlər, mənə yaraşmaz. Bizim evə çıxdın, Hə. dəyişərdin də. Ha, o başım o qədər işləməyib. Bizim də işləməz də benim Ama buyur altımatı biraz yavaş səsin məhləyə götür, yekə oğlansa. Çox sağ ol. Mən yaxşı yemişəm, içmişəm, toydan gəlir. Sən canınsa. Yaxşı Yaxşı vurmuşam. Yaxşı vurmuşam. Arada bunu az vur da. Ha? Az vur, az it. Ay yetim, az it. Diğerimi dağıdassan sen. Az it. O çağırır kafeye, bu çağırır kafeye gelip sen itirsən. Az it. Sen bu rolda düdün, hayatta düdün. Sağ ol. Ben yerden müşteri getir. İnciyirlər ha. İnciməklə, məndən nə inciyirsən? Mən keçən dəfə bax biri çıxıram blokdan pulumu götür gələm. Gözlə. 4 saatdan sonra geçim kameralar araşdırmışam, baxıram ki, yekə kişidir. 3 manata görə başına parıq qoyub qaçıb. Yekə kişisən, get mənim pulumu ver. Taksi şoförü yeyir. Alo. Müəllim, buradayım, çatmışıq. Gəlirsiniz? Gəlin də, gəlin. Gəl, Münəvvər xala, gəl. Salam. Salam aleyküm. Siz taksisiniz da? Yox, taksisiz, taksini ölürsünüz da. Qardaş, siz taksisiniz? Yox, balıq tuturam. Onda biz gedək də, onda balıq... O tərəfdə yəqin. Taksiyəm də, qardaş, taksiyəm də. Taksidir. Taksi. Yox, burada şəkildə biraz daha kişiyə oxşayır bu şəkil. Ona görə biraz səhv saldıq. Kim gedir? Münəvvər xala, get. Sabah saat 12-dən tez gəlmə Münəvvər xala. 12-dən sonra gəl, ondan sonra gələrsən, biz çıxarırsan, uşağa baxarsan da. Narahat olma bala, saat 12-də oradayam. Oldu. Hə. Sən dayı qurban düz evə düşürt da, yaxşı Münəvvər xalanı. Nə düşürdəcəm? Öz evimə parası deyirəm ki. Yox da, indi olur da, olur. Nə olur? Olur da, neyse. Nə olur? Olur da indi. Nə olur, qardaş? Biraz görüntü açıq inanmadım. Deyəm, mən düşüm sürapa. Yok. Münəvvər xala, o şimdi çat bir dənə mənə xəbər elə, biraz mənim gözümün suyu içmir Baş ona. üstə, baş üstə. Pulu da verirəm sənin yerinə, bu çıxdan. Ay, yo, bala, ehtiyac yoxdur, özüm ödəyəcəm. Yox, qoy çıxsın buradan, buradan çıxsan, buradan çıxsın. Yox, ehtiyac yoxdur da, Münəvvər xala üstündə ehtiyac var da, qoy çıxsın da buradan da. lazımdır da, götür, qoy cibinə. Münəvvər xala, qoy çıxsın buradan da, buradan çıxsın. Lazımdır. Lazımdır. Ay, yox, o pulu götürəni görüm, səyərə sağ çıxmasın, lazımdır. Münəvvər xala, qoy səyirə sağ çıxmasın, amma lazımdır da burada. Lazımdır da, Lazımdır da Münəvvər o pulu xala. götürəni Münəvvər boynu xala, qırılsın. Bunu nə qurulsun, ana? İstəmirəm sən pulumu. Lazımdır de. İstəmirəm, qardaş, nara da nə özümün şeyini sən 2 manat 20 qəpik tutub. Narahat olma, olmaz verərəm mən, narahat olma, qardaş. Ondan Münəvvər xala, sən onda bu dəfə sən özün ver, mən gələn dəfə... Get də, çöpçüyə get də, get. Tüləsinlər, gör nələr çıxırdı oradan. Sənə qurban olma, düz evinə çatdır da Münəvvər xala. Yaxşı, narahat, ana neyinəm münəvvəri? Münəvvər xala, çatdığın xəbər elə də. Narahat olma bala, get.
Ya səndən narahat olan var? Əlbəttə var. Mənim bir enerjim hər şeyə dəyər. Sən də yer tutdu da. Mənə bax, qardaş. Maşında suyun yoxdur. Bu alfa-xromdur, arıqlama dərmanı. Atım arıqlayım da biraz. Skeletə çıxartmaq istəyirsən özünü. Arıqsan da, ay bibi. Dəbdədir də bala, dəbdədir. Sən dəblə yaxlaşan vaxtındır. Sən də evin. Hə, Kim idi ki bu bibi? Xozeyindir bala. Sən nə işləmək? Nyankasıyam, uşağının nyankası. Yankasan pulu verir götür də. Ondan nə oldu? Puldur da. Götür də. Sən nə dirəşdin ki? Əşi yox bala, lazımdır. Mənə belə ucuz jestlər lazımdır. Sonra deyirəm, maaşı qaldır. Deyir, ay Münəvvər xala, mən də sənə bu qədər jest edirəm. Taksi pulunu verirəm. Ona görə mənə lazımdır. 2 manat 20 qəpik nədir ki, bala, mən onu verə bilməyim? Mənim simənə düşürsən. Nədir ki, 2 manat 20 qəpik? bilmirəm, mən Mənim bilmirəm. cibimdə sadəcə 2 manat 20 qəpik yoxdur. Mən nə bilim, sənin cibimə girmiş ha. Sən gəl yolun adam gəlmədi. Ama sizin de işiniz zulümdür ya. Sizin de işiniz zulümdür. Biz anlatardım. Şimdi nyankadır da. Adam öz uşağına baxmağa səbri çatmır. Kiminsə uşağına baxıb səbirlə. Çətindir. İşimiz çətindir. Çox çətindir bala, çox çətindir. Biz özümüz də cəmaatın uşaqlarına baxırıq ki, öz uşaqlarımıza da baxa bilək. Neynəyək? Çox ağırdır işimiz. Hə bala. Bir də söz edir bizə. Bir də görürsən, ərlə arvad dalaşır. Ər zəng eləyir ki, uşağı geyindir, aparıram gəzməyə. Arvad da yığır ki, nə badə, uşağı ərimdən göndərəsən. Qalıram ortalıqda. Biri yığır geyindir, biri yığır gətir. Biri yığır səni mən tapmışam, biri yığır ki, bəs pulu da mən verirəm. Qalırsan ikisinin arasında ki, neyniyəsən? Uşaq da uşaq ola. Bala. Bir dəcəl uşaqdır, Salam Münəvvər bilib, uçdu o tərəfə, uçdu. Çatdırmır amma. İnanırsan, məni çatdırır, bura, davleni qalxır. Evində hər yeri kamera. Qələt elədim mən sana nəsə dedim. Qələt elədim, dür kimi sakit yolumu getdər. Mənə açot verir mən. Evində hər yeri kamera. Uşağa bir çıtma belə vura bilmirəm. Partlayıram axı. Çıxmalıdır o enerji. Nətərsə çıxartmalıyam. Arada qalxır əsəbim. Salıram bunu hamama. Kimi? Uşağı. Hamamda kamera yox da. Bundan bir çimdiyi götürürəm. Ürəyim nətər soyur. Bizim işdə bax belə çətin bala. Elə qabaqda sən də saxla. Burada saxlayamayacağım mən bir. Başı ödənər. Mən burada saxlayamayacağım, bir də uyğun yerdə saxlayacağım düşərsin. Burada çəkir kamera, görsən? Hə. Çəkir kamera, gözlə uyğun yerdə düşərsin. Bildim, mənim evim də buradadır, axı saxla düşüm də, çatdıq. Mən demədim, evin hardadır. Deyirəm, burada saxlayamıram. Gözlə bir dənə uyğun yerdə çəkir kamera, çəkir. Məndə də 19 baldır, bir dənə qalır. Onu çəksə, vəsəl, mən oturacam, səhər kimi nyankalıq edeyim gələm. Yəni, gözlə uyğun yer tapacam. Başa düşdüm, çatdıq da, saxla düşüm. Saxlayamıram, çəkir. Başa düşmürsən, mən bu vaxtda evdə oturub çayımı içməliyəm. Çatdıq, saxla. Saxlayamıram, çəkir. Saxlayamıram, çəkir. Düşməliyəm. 40 manatdır. Saxla elə 2 sekund düşəcəm də, bütün getdim. Çəkirmi? 2 bal 40 manatdır. Mən şeydən gözlə bir dənə bir yerdə də tələsmə. Demək, fır, hara gedirik? Bildim də, xoş deyil səndən fırlanım. Xoş deyil mi? Burası gözlə uyğun yer tapıb düşərsən. Yox, sən məni harada düşürdəsən? Orada düşürdəsən, mən oradan təzə gələ taksi çağırım ki, evimə qaydım. Saxla deyirəm, düşürəm. Mən də fırlanım görə neyniyəm? Hadi, hara fırlanırsan, düşməliyəm deyirəm. Mən o qədər yolu niyə piyada gəlim ki, pul verəm, 2 manat 20 qəpik. Bildim. Ay bibi, başa düşmürsən sən məni, çəkir. Məndə də 19 yığılıb da, gözüm. Bilirəm, nənə, sağla düşəm. Sən belə eləyə mən fırlanıb gələndə, sən maşından, mən yavaş gedəndə tullana bilərsən? Mən yavaş gedərəm, tullana bilərsən? Bəyək demirdin enerjim var. Ver enerjini də mənə burada.
Bala, mən kenguruzadan tullanım. Bildim, nə başqa variant yok, çəkir də, çəkir başqa da. Səndən aldığımsa gələm mən 10 lirə də qoyum, 20 lirə də qoyum, 10 verim də. Yox, nətər tullanacam, mən kaskadyoram. Bildim, asta gedəcəm, pırr elə çıx. Ay, yox, alınmaz. Pırr elə də sən. Ay. Gözlər də, mən səni tələsmə, sən hazır dur, çəkir. Çəkir, tələsmə, onlar da uşaq böyle. Görsələr, saxladın, çəkirlər. Tələsmə. Çəkirlər, Hazırlaş. Bəlkə Sibiryan üstünə çıxın belə. Mən sənə deyəndə. Tələsmə hələ. Mən sənə deyəndə, Razılıq hələ götür. surətli, gözlə, surətli gedirik. Hələ gözdə 15-ə yendirim, 20 ilə gedir. 20-yə sən çətin ayağa duratan. Tələsmə. Hazır ol, məndəndə. 1, 2, 3, getdi. Yaxşısan? Bala, ombam çaq elədi. Məni bağışla. Nə qədər ki biz taksi sürücülərinə bir 30 saniyə imkan verməyəcəklər, biz saxlayaq, müştərinin düşürdə, siz çox çaq eləyərsiniz. Predo'nun tuman bezlərinin istifadəsi çox sadədir. Rahat geyinilir, belə tam oturur. İstifadədən sonra hər iki tərəfdən asan aç, qatla və at. Analar gülsün, balalar xoşbəxt böyüsün. Ay kişi, sənə tapşırmışdım ki, evə gələni meyvə al. Uşağa şirə çəkəcəkdim. Ay qız, daha ehtiyac yoxdur meyvə şirə çəkməyə. Qəbələ konserv zavodunun istehsalı olan natura meyvə şirələrindən almışam. İnsan əli dəymədən tam avtomatlaşdırılmış, gigiyenik şəraitdə hazırlanmış meyvə şirələri. Aynen sana meyve şahs demiştim, ne oldu? Heç nə bala, atam məni yarıtmayıb. Meyvə onu gətirməyib. Ay bala meyvə almamışam, natura meyvə şirələrindən almışam da. Ay ana, bana sen boş verdim. Atam elə bu sefer yardıp da, böyle bundan aktardım. Vesselam, ananas en sevdiğim. Axşama futbol var. Dur hazırlaş da. Hazırlaş deyəndə neyniyim? Durun məşq edeyim. Şu yox, nə məşqi? Biz futbola baxa-baxa nə yeyəcəyik? Sən ona görə narahat olma. Hə? Tapmışam. Gətir görüm. Chico'nun yeni dadları. Qarğıdalı aromalı çips fıstıq. Bəh. Kebab aromalı çips fıstıq. Bəh. Paprika aromalı çips fıstıq. Gətir onu, gətir bəri. Qoy bura. Mənə bax, bu futbola qədər bizə çatmayacaq. Düş birini də al. Ha, konşuya veşler nağırlar, ver kömək edeyim. Yo, çok sağ ol, ağır değil. Oba markete gelmiştim. Evimize en yakın market Oba marketti. Günde 10 dəfə də düşüb qalxsam yorulmuram, sağ olsunlar. Elə mən də alışverişə oba markete gəlirəm. Deyir ki, uzaq qohumdansa yaxın qonşu yaxşıdır. Düzdür. Həqiqətən də oba qonşuda ən yaxın marketdir. Sağ ol ay qonşu. Sağ ol, sağ ol. HEL sürətli böyüməsi və artan qlobal populyarlığı ilə dünyanın ən sürətli inkişaf edən sərinləşdirici içki markalarından biridir. 2006-cı ildən 100% Macaristan brendi olaraq bazara çıxan HEL qısa zamanda liderliyə yüksəlib və bugün 60-dan çox ölkədə istehlakçıların seçiminə çevrilib. Yüksək keyfiyyət, əlçatan qiymət, güclü marketinq və müasir istehsal infrastrukturu HEL-i sərinləşdirici içkilər bazarında unikal və etibarlı brendə çevirir. HEL gücünü keyfiyyətdən alan qlobal liderdir. Bəh. Bəxtəvərə bax, bunun figurasına bax. Həsəd aparmayın, siz də arıqlayın. Ay bacı, mən arıqlaya bilmirəm axı. Gəlin sizə çarəsini deyim. Hə? Baxın. Alfa-Xrom. Alfa-Xrom dərman deyil, qida əlavəsidir. Hər səhər bir tabletka ac qarına yeməkdən əvvəl atırsınız, bax gün ərzində iştahınız tamamilə ölür. Qaraciyərdə piylənməni əridir, maddələr mübadiləsini sürətləndirir. Bax, ver onu mənə görüm. Ver bunu mənə yox, ay xanım. Mən aptek deyiləm. Aptekdən özüm üçün almışam. Gedin siz də alın, mən məsləhət verdim. Eşq olsun hər birinizə. Salamlayıram hər birinizi. Xoş gəlmişsiniz. Sənət dostlarımız buradadılar. Birazdan bir-bir hamımızı salamlayacaqlar. Bir-bir. Bir daha. Bəli. Necə də əhvalımız? Yaxşıdırmı? Dostlar, çox gözlətməyəcəyik sizi. Digər səhnəciyimizə keçid alırıq. Digər səhnəciyimiz isə belə bir səhnəciydir ki, bilirsiniz də qonaq gələndə, səhər qonaq gələndə, bilirsiniz ki, bu
Axşam gedəcək. Bəlli bir saat var getməlidir. Amma axşam vaxtı qonaq gələndə bu bilmirsən nə vaxt gedəcək. Yəni əsl məsələ odur. Elə bizim də səhnəci, ay sağ ol, qalırsan tərəddüdür. Elə digər səhnəciyimiz də bax belə bir mövzudadır. Sizin alqışlarınızla Komedixana səhnəsində vaxtsız gələn qonaq. Ay Habil, Ay can. sən burada niyə yatırsan ki? Gəl yerində yat da. Hə, narahat olma da sən xalan rayondan şəhərə qonaq gəlib. Mən onu nətər yatızırım divanda. Qoy böründə yatsın, narahat olma. Heç bir gecəlikdə heç olmaz. Sən bir gecə deyib mənim xalamı niyə gözüm çıx deyə çalırsan ki? O neçə günlük gəldiyi bilinmir, Habil. Başa düşmədim. Neçə gününü bilinmir deyəndə sənin xalan neçə günlük gəlib ki? Ateldən otaq götürməyib ki, Habil bilim neçə günlük qalacaq. Başlı qızının evinə gəlib da, nə bilim. Ona görə deyirəm də sən burada yatma. Gəl yerində yat, xalam divanda yatar. Gəl. Şey yox. Arvad, narahat olma. Da gəlib də. Rayondan gəlib. Mən onun divanda yatsaram. Gedər deyər ki, getdim. Mənə divanda yatırızırlar şəhərdə. Həm də mən baxdım, mən elə şeyə qiymət verən adamam, arvad. Gördüm, paylı pırışdı gəlib. Onun mən sumkasına baxdım ki, orada 4 dənə çorpa. Kənd çorpası, kənd yumurtası, qaymağı, süzməyi, qatığı varsa, onun yeri divanda. O sənin yanında yatacaq. Yox, paysız gəlsəydi, o burada yatacaqdı, incimə. Mən hər şey qiymət verirəm. Həm də ki, sən xalam, mənim xalam. Nə fərqi var ki? Cavanlıqda o qədər əziyyətimizi çəkib, qoy yatsın böründə, yatın da, xala başı qızı yatın. Canay Habil, mən səni belə bilməzdim. Sağ ol. Sən ki, mənim xalama belə dəyər versən. Sağ ol. Sən də sağ ol. Amma sən canı, getdin uzandın o arvadın börünə, yata ha. Bax, sən çənədən satsan, o arvadın qulağından qan gətirmə, xahiş edirəm. Mən bax, mən cavanam, dözürəmsə, o dözməyəcək. Danışma, qoy yatsın, yaxşı? Yaxşı. Gecən xeyrə qalsın. Gecən xeyrə qalsın. Xeyrə qalsın. Sağ ol. Mənim günümə bax, sən də xalasan, gəlmirsən başın qızın evinə, çıx get də, çıx get də. Mən o yandırım, bunun şəhərdə 3 dənə qızı qalır. Evdə mənim evimdən böyüyə saray, top dağıtmaz, onlara getmir, gəlir bizdə qalır. Gecə vaxtı məni divanda yatızdırır. Özə sınanmışam o arvadı, gedir qızı girə. Nə vaxt ki, kürəkən onu biraz burunlayır, force edir xəlbətdə, çıxır evdən, gəlir bizə. Gələndə yolası girir oba marketə, 4 dənə çorpa alır. Güya ki, bu qapısından mənə çorpa kəsib gətirir. Gəlir bizə, oturur bizə bölümdə. Gəlmişəm mənim evimə, görsən mənim evim balacatdan. Balaca daxmam var da mənim. Bu toy günü video kasetə baxmısan, ay xalası, baxmısan. Gördün ki, mən gəlin gətdə gedəndə o trionu evə yerləşdirənmədim. İkisi girdi, klarnetçilan qaldı blokda. Klarnetçilan klarnetin qlazokdan çaldı mahnını. Bunu sən görürsən də, görmürsən axı. Bizdə niyə qalırsan sən? Hələ mən bu evi genişləndirmək üçün nə zulüm çəkmişəm, onu mən bilirəm. Təmin elədim ki, ev biraz genişlənsin. Biraz hamamdan kəsdim. Hamamdan tuvaleti birləşdirdim. Onu kəsdim, qatdım evə ki, ev böyüsün. İndi gəlmişsən, görsən ki, bizim hamam yeganə hamamdır ki, orada çinmək üçün unitazın qapağını bağlayıb, üstünə çıxıb çinməlisən. Girirsən, hamamı gördün, bir-iki vəziyyət nədir? Balacadır mənim evimdə. Kimə deyirsən, qal da qal, ev yox, qal. Mən divanda yataram. Mən onun nə qırımı? Canımçı, mən ondan incimirəm ha. Mən dədəmdən incirəm, dədəmdən. Dədəm mənim neçə il qaraj müdürü oldu. Neçə ili. Mənə saxladıq evə bax, 56 kavada dev. Nə vaxt gəlindim ki, ay dədə, sənin başına dönüm. Nə olar, bax, pul qazanırsan, əlin puluna oynayır. Mən bir evimi böyüdək də. Elə kişi dedi ki, yox oğul, mən vəzifədiyəm, qorxuram, məni güdürlər. Məni güdürlər, məni işdən çıxardırlar, sən evi dəyişənmərəm. Sənə təhsil vermişəm, oxutdurmuşam, bəsindir. Dədəmdən incirəm, heç kimdən yox. Allah sənə rəhmət etsin, ay dədə. Gecə vaxtı sənə də dağrı deməyə gecə vaxtı dədə. Qoy dədəmdən çox danışmayayım, canım üçün.
Mən olsa mənim yerim rahat deyil, qoy onun yeri rahat olsun. Amma darımalı kişidir, darımalı kişidir. Gecə vaxtın qoy darımıyor onu. Əlində pul oynayır. Mən ev almadı, yeni yasamadan qəbristandan özə yer aldı, o qiymətinə. Yekə bir yer alıb, hasarlı bir ev ki, bura mənim yerimdir. Ay balam, özünə aldığı yeni yasamada qəbristanda yer var ha. Onun qiyməti mənim evimdən bahadır. Ölünün qaldığı yer bahadır, dirinin qaldığı yer ucuzdur. Günə bax, hələ orada bir çardaq da qurub. Qəbrin böyle çardaq da qurub, çıxıb bir çay içəcək. Ay dedi, Allah sənə rəhmət eləsin, nə olar ki? O çardaqdan mənə qurardım da, həyətdə qurardım, mən indi genişdə yaşayardım da. Dardım kişini. Allah sənə rəhmət eləsin, ay dedi. Mənə bağışla. Gecə kişini yerindən eləyəcəm. Nəysə, yatam. Oğul. Ay oğul. Oğul. Bu dede. Ay dede. Dede dirilib gəlmişsən. Yoxsa mənim yuxuma girmişsən ruhunda dede. Ha, sənin evində yer var, qalmağa dirilib gələn. Özün divanda yatıb səni. Dede. Ha. Yuxuma gəlmişsən eləmi? Ha da yuxuna gəlmişəm da. Yuxundayam, məni yuxuda görürsən. Sənin yorba qurban olma dede. Mən sən qarava danışdım. Ona görə ki, narahat oldun, gəldin yuxuma girdin eləmi? Məni bağışla dede. Bilirəm. Haydi. Hər gün mənim qiymətimi eləyirsən. Eləyirəm. Hər gün gileylənirsən ki, bu kişiyə baxı. Bir elə pulu, malı, dövləti mənə ev alıb qoymadı. Qoymadın da dede, baş verdim. Qoydun, qoymadın. Gile eləyirəm. Elə bilsən, sən eşitmirsən, mən eləyirəm gile. Hər gün babalı da yuram, sən babalı. Hər gün eşidirəm. Nə olsun mənim qulağımda pambıq var? Eşidirsən eləmi? Özləri beyinsaf oğlu, beyinsaf. Bir elə pambığı hara düttəlirsən mənim qulağıma. Hadi də, sən qurban, mən düttələməmişəm. Mürdəşir deyirdi ki, gətir, bu pambıq bəs eləmir. 5 kilo pambıq getdi, sən xəbərin var sənin. Amma bax, gəlmirsən, daha yuxuma girmirsən. Sağlığında deyənmədim, indi deyəcəm, dədə. De görüm, nədir? Bəs sən qurban olum, neçə sən qaraj müdürü oldun? Vəzifədə oldun, sən əlin pulla oynadın. Sən o qarajı taladın yedin, dədə, taladın yedin. Mənə bir nə olar ki, mərtəbə bir ev tükəlində, o boyda pulun qaba. Yavaş eşidəcəklər bu. Kim eşidə, dədə? Ay, sən nədən qorxusan? Sən ölmüsən, Ölmüsən, öldün, qutardı. Nə olsun, ölmüşsən? Və eşitməmsən deyib, ehtiyatı gidin yaraşığıdır. Ehtiyatlı ol da, eşidərlər axı. Nə ehtiyat? Sən burnunda pambıq var, nə ehtiyat? Sən yedivi yeyib çıxıb getmişsən, narahat olma. Nə olsun mənim burnumda pambıq var? Nə olsun? Valla, eşitməmsən deyir ki, yerində qulağı var. Da mən də yerin altındayım da. İmkan ver, ölümdə öldüyün yerdə. Bildim, ay dədə, sən başa ödünüm. Sən narahat olma, sən buradakı sorğu-sualdan canın qutarıb, sən oradakı sorğu-sualdan müğayət ol. Burada yedin, içdin, öldüncə qutardı. Eşitməmsən ki, indi müasir dövrdür. Qəbirdən çıxardırlar, nə bilim, o iynədən, dərməndən vurdururlar, oyadırlar. Onu istəsən məni oyadıb sorğu-sual eləsinlər. Digər cavab ver orada. Yavaş ol, dana danışma. Yaxşı, danışma, dədə, özümüzdədir. Sən başa ödüm, görürüm, ay dədə. Doğrudan bax, mən niyə günah alamadım? Neçə il sən o qarajın müdürü oldun? O qarajı sən taladın, benzinin satdın, zapçasını satdın, əlvə pul düşdü, qızıl elədin, qoydun altıva, qızıl elədin, qoydun altıva. O qızıllar hani dədə? Ay, eşidəcəklər, yavaş danış. Ay, kim eşidəcək, ya? O eşidir, yerində qulağı var deyirəm. Ay, sən ölmüsən, narahat olma. Ay, nə dəqiqədə başıma qalxınca sən ölmüsən?
Sən narahat olma, sənin sağlığında tutanmadılar. Səni kimdə orada tutub gətirər? Yenə də dinməkdə dur. Hə, canım üçün. Ay dedə, inan sənin ruh bədənindən çıxıb, amma bu vəzifəni itirmək xofu bədəndən çıxmıyor. Ben narahat olma. Sən getmirsən, yoxsan. Heç kim səni oradan dartıb gətirən deyil. Dedəm, söz başa düşmür. Oradan dedə. Özümüz itədə gəlimsən yuxuma. Qızıllar hanı? Əbə mən elə o qızılların yerini sənə deməyə gəlmişəm da yuxuna. Doğrudan dedə. Mənə? Sən qurban dedə. Qızıllar harada da nə olar? O mən yerində başına dönüm. Bax, onun mən yerim desən. Mən o qızılları versəm var ha. And etsəm hər gün. Ödə gündə 3 dəfə, 3 seans. O qəbristanda molla var. Hansı molla? Saşa. Saşa deyəcəm, gəlsin sən qavrun üstündə sənə dua oxusun. Hər gün. Qəti. Bu. O düz oxumur. Nə düz oxumur? Onu oxuduq heç gəlib mənə çatmır. Mən hələ bir dəfə görməmişəm onu oxuduq gəlib mənə çata. Bəlkə pambığın çoxdur, eşitmirsən dədə başına dönür. Pambıqdan da öyle, düz oxumur o. Yaxşı dədə. Sən ondansa gəl mənim o qabrimin üstündə kol-kös var, tikanlı. Gəl onları təmizləyik. Hər gün girib çıxanda məni cırıq-cırıq eləyir. Bu dəqiqə bu kəfəni qaldırım cırıq-cırığam mən. Yox, girib çıxanda deyəndə sən hara gelsən ki hər gecə? Metro tuneldə öyle girib çıxırsan. Uzan yerində də hara gəlsən dədə, yığış ye dədə. Sən nə işə qaldın mən hara gedirəm? Getdim, gəldim, yeri saat verməli. Yox dədə, yaxşı baş ödən. Nə olar, qızılların yerində mənə, sənə qurbanım. Səbirli ol. Eşit, qulağını aç, məni yaxşı eşit. Eşitəm dədə. O qızıllar var, onu qəşəkcənə o 3 kiloluq balonlarda. O turşu balonlarında? O pomidor tutması balonu vardı. Bəy dədən və ya. Nə oldu dədə? Nətər köllümə düşüb o tutma pomidor. Olsaydı nətər yerdim. Sən ölmüsən sən. O turşu pomidor sənin yasında aşla dağıtdı camaat. Gördüm nətər yediniz. Dədə, turşun başını bax, elə o turşu apardı səni. O qədər turşu yedin, zəhərləndin, öldün. Gör nə deyirəm, qızıllar hanı? Qızıllar deyirəm də o 3 kiloluq balon var. Ay sağ ol. Həmən o balon, içi dolu qızıl. Ay sağ ol. Onların hamısını... Habil! Yoldaşın gəldi. Ay Habil! Yoldaşın gəldi. Hay dədə, başıma dönüm. Yoldaşın gəldi. Dədə, sənə qurbanım, gələn özgəsi deyir, gəlindir. Bildim ben gəlinin yanında dəbilməyəcəm. Gəlinin yanında dəbilməyəcəm. Sən niyə birdən balerina oldun dədə? Orada balete geçsən sən. Mən elə cavanlıqdan balete baxırdım, ruhum dincəlirdi. Orada da gedirəm balete. Dədə, başı ödər, nə olar, qızının yerində get. Dəbilməyəcəm. Ay dədə. Yer arvadına yiyadır. Dədə, başı ödər. Dədə, nə olar, qızınların yerində. Ay dədə. Dədə. Boy. Habil. Habil yaxşısan, sayıqlayırsan sən. Nə olursa? Arva. Haydi. Niyə yatmırsan? Xahiş elədim axı, dedim get yatdan nə olar? Bax dədə gələr, dədəm gəlmişdi. Neçə ildən sonra, mən 20 ildir dədəmi ceb ziyarət eləməm, dədəm yuxuma gəlmişdi. Nə olar ceb yatardın? Boy, nə yuxuya gəlmişdi, nə? Arvad, xəbərin yoxdur. Gəldi mənə deyir ki, qızılların yerini sağ deyəcəm. Dədəm qızılların yerini dedi, qoymadı. Nə gel yatdın, nə var, nə gəzirsən gecə vaxtı? Sənin dədənin qızılı var idi, elə sağlığında verərdi da. Yuxuda adama qızıl verirlər. Ağzı əyməyəm gecə vaxtı. Sağlığında deyənmədə işini itirməkdən qorxurdu. İnansan arvad, elə qızılın yerini deyir, gəlir, sənin baş ödərəm, yeri get, yat, xahiş eləm. Yer gün, mən qoy dədəmlə danışım, qızılın yerini tapım da, nə olar? Ay Habil, Aycan. sayıqlama. Eşsən, xalam deyir ki, gəlsin yerində yatsın, mən divanda yataram. Xalaba getdilər ki, yatmıram da, rahat yatsın, qucaqlaşın xalabala yatın. Qoyun mən bugün divanda yatım. Deyir, gəlib yerində yatmasan, mən şələküləmi yığıb çıxıb gedəcəm evimə. Gedəcək? Denən gəlmir. Başa düşmədin, deyir ki, sən orada yatmasan, şələküləsini yığıb gedir, öz evinə gedir, sən əgər orada yatmasan. Bildim də denən gəlmir də. Hər şey gecə xeyrə qalsın. Xeyrə qarşı, arvad. Gəlmin, yatın. Sənin dədəm nətər yuxuma gəlmiş, qızılın yerini deyildi. Elə vaxtsız, ömür boyu vaxtsız gəlim sənə, ömür boyu.
Ayrı vaxtı mən çağıranda gəlmir ki, yulası qablarım var. Nə olar dədəm qayda gələ, görən gələr yenə yuxuma. Ay dədə, sənə qurban olum, nə olar dədə? Nə olar, xahiş edirəm, gəl də yuxuma, o qızılı tamamlayaq, görə qızıl harda. Nə olar, ay dədə? Dədə, gəl də, nə olar? Dədə! Ay dədə! Dədə! Zəhrim var dədə. Ay nətər gəlim, yat ki gəlim də. Yatıram, düz yerdə yat ki gəlsin də, bu iki nətər gəlsin. Dədə, yatdım ha, gəl sənə qurban olum. Oğul. Ay oğul. Durmasan çıxıb gedəcəm ha. Buyur, dədəm gəldi, dədəm gəldi, dədəm gəldi. Dədə, sən görübə qurbanım, xoş gəlmirsən, ay dədə. Dedim daha gəlməzsən, nə yaxşı gəldin, dədə. Dədə, dedin o 3 kiloluq da qaldıq, 3 kiloluq qızıl. 3 kiloluq qızıl. Bir dəqiqə, sən niyə divanda yatırsan? Nə borcuna qalıb, deyirəm 3 kiloluq qızıl. Qızılın yerində, bu dəqiqə gələcəklər, yarımcıq qalacaq. Qızılın yerində sonra danışarıq da, qızıl hanı dədə, baş verdir. Yox, sən niyə divanda yatırsan? Sən arvadına söz keçidə bilmirsən? Yumruğunu vura bilmirsən, üstü olursa ki, mən niyə divanda yatıram? Şu boynunu yerə soxum sənin. Sən ölmüsən, ölmüsən sən. Sən niyə girirsən yenə bu gəlin temasına? Öldün qutarda ki, nə işin var niyə divanda yatan? Baş verdim dədə, qızıllar hanı, nə olar? Yox, mənə deyənə görüm niyə divanda yatırsan? Deyən də öyle. Deyənə bu dəqiqə niyə divanda yatırsan sən? Ay dədə, qonağım var da, qonağım. Allaha şükür evi elə ev vermirsən ki mənə. Bir qonaq gələn ki, mən divanda yatıram. Yoldaşımın, gəlinimin, xalası gəlib. Öz yerimi verdim ona. Xalası? Hə. Hansı xalası? Balaca xalası var, ələ getməyən. Əqi? Hardadır? Mənim yerimdə yatır da, mən ona qədər müvəkkəl divanda yatıram, ay dədə. Qoy gedim görüm bir. Görüm nə qar? Bir dəqiqə, hara geçsiniz? Sən ölmüsən, ay dədə, baş verdim, ruhum bədəndən çıxıb, yenə də dingildir səni. Bildim, gedim baxım görüm üstünü örtüb örtməyib da. Ay, nerə sən üstünü örtüb? Ne dədə, yığış baş verdim, yığış. Baş gedəm var. Sağlığında da bax bellədim, mamı xəstə saldın, yığış ki. Sən mənə də görüm dədə. Qızıllar hanı, 3 kiloluq banka. Orada qaldıq, qızıl. O, bizim məhlənin arxasında şey var deyək, transformator. Ay, sağ. Yadına gəlir o transformator. Dədə, hansını deyirsən o, lev işıq çəkmiş, ne o transformator, onu deyirsən. Ay, sakit dur, eşidəcəklər. Kim eşidəcək, dədə? Ay, sən narahat olma, yenə deyirəm, sən haqq dünyasındasan. Sən burada eşitməkdən qutarmısan, ona mən cavab verəm, məni aparacaqlar, sən aparmayacaqlar. Sən qızılın yerindin, Yox, sən biraz yavaş eşidəcəklər, sonra başına oyun açarlar ya adamın. Sən bilmirsən ki, o qəbri qazarlar, məni çıxardarlar, mumyalayıb sonra sorğu-suala tutarlar məni. Deməzlər ki, bala, sən o lev ışığı harada çəkirsən? Boy dədə gələ, vəzifə qoxusu çıxmır be sənin canından. Deyirəm ki, sən ölmüsən, yoxsan. Hər dəqiqədə nətə başıma vurur, ölmüsən. Dədə, transformator nə olub? Oradadır qızıllar. O transformatorda girirsən içəri. Ay, sağ girdim içəri. Habil! Vay, gedəm, vay. Ay oğul, Habil! Sən ona fikir götürmə, Mən danışa bilməyəcəm. Düz eləmirsən, bax. Sağlığında zaftalı kişiydim, nə oldu? Danışa bilməyəcəm, arvadın gəlir, mən danışa bilməyəcəm. Dədə, baş ödəm, nə oldu? Transformator nə oldu? Sonra deyiləm. Gələcəm, indi onların yanında dənmərəm onların yanında. Qızılların yerində get. Ay, gələm, dənmərəm də, ha? Ay, dədə, transformatorlardır, qızıl. Dədə! Habil! Ay bala, kiminlə danışırsan? Ay, niyə gəlib yatmırsan ha?
Ay xala, niyə geyib yatmırsan sən başına? Bu güllü nasıl geyib gəlirsən aşağı yuxarı. Ged yat da. Dədənlə danışıram. Dədəm yuxuma gəlmişdi, dədəmlə danışıram, amma qoymadınız. Qoymadınız. Vay. Allah rəhmət versin. Qəbri nurla da olsun. Sağ ol, ölənlərin rəhmət. Rəhmətli ilə qəşəng söhbətləşərdik hərdən. Elə darıxmışam onun söhbətlərindən ötəri. Elə darıxmışam. Darıxmışsan get də. O da darıxıb. Səni soruşurdu. Hara bala? Səni soruşurdu. Dedim 3-4 günə paketləyib yollayıram. Mənə bax ya Habil. Bala dur get yat yerində. Dur get yat yerində, mən narahatam. Mən yatacam divanda. Xala, narahat olmasa yerimi vermişəm. Hə. Get yıxıl yat da. Olsa bir gecəlikdir da. Yox, görsəm sən çox qalırsan. Çox qalası olsan divana gələrsən. Çünki sənin yerin rahat oldu, sən ailələrlə qalırsan. Amma divanda ki o yatırsan, böyürürsən, səhər durursan, bir tərəfin quruyub. O quruyanda qaçasan evə. Get yat, narahat olma. Elə. Yaxşı bala. Yaxşı razılaşdıq. Mənə bax, pəncərəni qoymuşsan oradan açıq, bala. Demirsən ki, böyrünü yerə parar. Demirsən ki, soyuqlayarsan ay bala. Sən nə borcuna? Hər şey qarışır ya. Xala qarışır ya. Yoldaşın xalası hər şey qarışır. Bağladım, balam. Ta dincə. Yazıq sana bir yerə parar. Gecən xeyri. Xeyrə qalsın. Qadan alıram. Yat ayılma. Gecən xeyrə qalsın. Yıxın şirin olsun. Mənim göyçək kürəkənlərimdən deyim, maşallah. Gecən xeyrə. Get, nə varsa kişi də arxır orada. Qoyun belə ya. Bacısı qızı gəlir, xalası gəlir. Bacısı qızı gəlir, xalası gəlir. Dədəmlə bir kəmə danışmam qoymadılar. Görəm bu kişi getdi. Daha gəlməz, yuxu da bir yerə kimidir. Gəlməz, nə olar dədə? O transformatorda qaldıq, dədə, başıma dönüm, qızıllar hardadır? Bir dəfə də gəl, ta sən narahat eləməyəcəm, nə olar dədə? Başıma dönüm, ay dədə, dədə, nə olar gəl da dədə? Ay dədə. Azar dədə, çor dədə. Bu pəncərəni bağladı bu qadın. Qalmışam burada nətər gəlmə. Bu dəqiqə, düz deydin, pəncərəni niyə bağlayırsan? Gəldim dədə, gəldim. Dədəm çerez fortuşka gəlir. Fortuşkanı açdım. Dədə, yatıram, gəl söhbəti qutaraq, uzatdın, çox uzatdın. Bax, mənim niyə evimlə oynayırsan? Gəl, dədə, gəl. Oğul. Nətər donus kimi yatır bu. Oğul. Oy, dədə, gəldin. Sağ qurbanım, dədə, nə yaxşı gəldin. İmkan vermirlər, bir dərə danışaq eysin. Qoymurlar ha, dədə, qoymurlar ha, dədə. Dədə, o qızıllardan qaldıq transformatorda. Məni transformator niyə soxsan, dədə? Məni yanıma aparmaq istəyirsən. Toxlar ölərəm, dədə. Qulaq aç, görüm nə deyirəm. Deməli, girirsən o transformatorun içinə. Girdim transformatorun içinə. Ay sağ ol. Girəndə görəsən sağda, yuxarıda qara qulçatır var. Rıçaq var bir dənə belə. Ay sağ ol. Onu aşağı çəkəsən, görəsən bir qapı açıldı yerin altına. 2 metr dərinlikdə qazmışam. Gir o yerin altına. Məni özünə aparmaq istəyən, dədə. Qızılın yerində nədən, mənim başıma niyə olsan, dədə. Mən o quyuya nətər girim. Hədi bir imkan ver, gör nə deyirəm da. Həmən o 2 metr dərinlikdə qazdığım yer yoxdur. 3 kiloluq balonlarda ağzına qədər dolu qızıl. Qoymuşam orada. Ged hamısın qəşəkcə götürürsən, özünə ev eşiyə alırsan. Ay dədə, sən ağlıma qurban olum, dədə. Mən həmişə deyirdim də, dədəm bu qədər pul qazanır, bunu qızıl elir. Bu qızıllara görsən harada bastırmısan? Deyirəm də, sən o qarajı taladın, taladın o qarajı. Pulla qızıla. Yavaş, eşidəcəklər. Nə oldu? Eşidəcəklər.
Sən o qabrın üstünü açdırmasan dincəlməyəsən daha. Narahat olma dədə, baş gördüm, narahat olma. Gel dədə, sağ ol. Habil! Gör dədə. Gəldilər ha yenə. Qorma, gönə deyirəm. Eşsən. O qızılağı götürəcəm, eşsən. Gönə deyirəm. Hər gün gələcəm dədə. Sən qəbrini yuyacam, hər gün yuyacam. Yuyacam deyirsən oranı az sulu. Bütün su eləmişsən nə qəbri? Yatamıram yerimdə. Geç baş gördüm. Gedim, məşqim başlayır, baletə gedirəm. Müəllim çağırır. Dədə, mənə bax, tək gelsən, əmim də gedir. Yo, tək gedirəm. Tək eləmir. Get dədə, get. Səni verən şükür. Səni verən. Habil! Ay Habil! Habil! Yaxşısan? Ay, niyə yatmırsınız? Nə istəyirsiniz bala? Nə istəyirsiniz? Habil, xalam deyir ki, ya gəlsin yerində yatsın, mən divanda yatım. Yoxsa mən şələkürəm, bax götürmüşəm, qaydıram rayona. Qalmayacam sizdə. Divanda yatmaq istəyirsən? Hə. Çəkin. Çəkin. Gəbər. Hə? Gəbər. Uzan. Divan. Uzan. Nə? Uzan. Uzanım? Hə. Hə. Qap yaxşı, uzan. Yat. Düş qabanım. Hə? Nə olur? Gedənini giyin. Dedəm qızılların yerindədir. Gedək gecə vaxtı götək olar. Arvad. Nə danışırsın? Yuxuda deli getdi. Nə danışırsın? Canımcı. Vay. Asta geniş evdə yaşayacaq. Get, get. Ona qoy, get. Mında apar. Ver bir yere. Get. Ay dədə. Sən də oğlun elə belə oğuldur. Görsən, nə sürpriz hazırlamışam. Bax, ərlə arvadın yatağını ayırmaq olmaz. Bu başqa məsələ. Rübabə! Ay Rübabə! Rübabə! Bu ışıqlar niyə söndü? Az qalxma Rübabə, mən sənin yanındayam. Xüsusi sponsorumuz xoşbəxt anaların seçimi olan dünya brendi Predodur. Bütün anaların ən çox narahat edən məsələlərdən biri uşaq bezlərinin düzgün seçilməsidir. Körpəniz üçün uşaq bezi seçərkən nələrə diqqət etməlisiniz? Yanlardakı elastik bantlar uşağın hərəkətinə mane olmasın. Nəmi daha yaxşı obdursun. Körpənizin dərisini tərdən və bişməcədən qorusun, səpdirməsin. Dünyanın 85-dən çox ölkəsində milyonlarla valideyn bu səbəblərə görə körpələri üçün Predo uşaq bezlərini seçir. Predo Baby həyatınızı daha rahat və xoşbəxt etmək üçün uşağınızın qayğısına qalır. Mən Offside mağazasında satıcıyam və məktəblilərimiz üçün Oyal məktəbli ləvazimatları satıram. Məktəblilərimiz bizim məhsulları çox sevərək istifadə edir. Elə ona görə də məşhurlar bizi seçir. Biz də buradayıq. Bu dəqiqə. Bu dəqiqə Xəzanə xanım. Salam aleyküm. Salam aleyküm. Qardaşlarım ya belə xoş gəlmisiniz. Çox sağ olun. Deməli qardaş oğlum, mənim 4 mərtəbəli ofisim var. İstəyirəm onun 1-ci mərtəbəsini uşaq bağçası edeyim. Qardaşlar mebeldə uşaq bağçası üçün hər bir şey var. Buyurun. Uşaq bağçası üçün mebellər, tədris stolları və məktəb partaları. Müəllim, bu bizim dolablarımız, rəngbərəng. Ofis üçün kreslolar, akt zalı üçün oturacaqlar, modul tipli dörtlü işçi masalarımız, ofis üçün mebellər. Ha, belə kresloda oturub işləməyəsən nə edərsən? Bəli. Göndərin gəlsin. Müəllim, biz Amerikaya da mebel göndərik. Hara göndərək? Ünvan deyəcəm.
xüsusi sponsorumuz Rosko. Rosko ticarət nişanı yeni keyfiyyətlə halal kalbasa və sosis məmulatlarını sizə təqdim edir. Niyyətimiz pörtləmə sosisləri, servelat zakaz, doktorskaya zakaz və bir çox çeşidlərimizlə alıcılarımızı sevindirməyə nail olmaqdır. Tezliklə seçiminizin Rosko olacağına əminik. Rosko, indi yalnız halal. Verilişimizin xüsusi sponsoru Natura meyvə şirələridir. Natura şirə və nektarları müasir avadanlıqlarla təchiz edilmiş, Qəbələ konserv zavodunda insan əli dəymədən, tam gigiyenik və avtomatlaşdırılmış şəraitdə istehsal olunur. Müxtəlif çeşidləri ilə hər zövqə uyğun dadlarla təbii ləzzət bəxş edən Natura meyvə şirələri süfrələrinizə ləzzət və rəng qatacaq. Natura, təbiətdən gələn dad. Sponsorumuz Çiko. Çiko yenə sakit durmadı. Bu dəfə səhnəyə sadəcə çərəz yox, xasiyyət çıxardı. Araxisin cəsarəti, paprikanın şıltaqlığı, kababın nazı, hamısı bir qabda yığışıb deyir ki, biz yeyilməyə yox, xatırlanmağa gəlmişik. O xırt-xırt səs var ha, o sadəcə səs deyil, əhvalın ritmidir. Bir dənə yeyirsən, beynin deyir bəsdi, ürəyin deyir bir də. Və sən başa düşürsən ki, bu artıq çərəz deyil, bu bir zəiflikdir. Çiko'nun xırt-xırtlı, üstü ləzzət dolu örtülü təzarıq hisslərinə alın dadın ki, anlayasız, bəzi dadlar danışmır. Birbaşa ürəyə keçir, orada xırtıldır. Oo, qonşu, nədir yenə evə əli dolu gedirsən? Evə bazarlıq eləyirəm. Özə soruş gör bazarlığa hardan eləyirəm. Hardan eləyirsən? Qonşudakı obadan. Bəyənirsən eləmə obanı. Bəyənirsən nədir? Meyvə tələbəzə kimi oradan anlamayı. Tün işçilərdə güləriz. Deyirsən, yəni gedim evə bazarlığı mən də obadan eləyim? Gecikmisən. Ay kişi, bazarlığa get obadan elə, xeyir də qonşuya qalsın. Getdim ey qonşu, Sağ ol, getdim. sağ ol. Hara gedirsən? Böyük futbol var axı. Qonşu kişilərlə, qonşu gildə yığışıb futbola baxacaq. Hərə bir şey alır, mən də dedim, mən də el alım. Sən geyinib haraya gedirsən? Bax, sən də evdə yoxsan. Hə. Qonşu arvadlarla qalmışıq bekara. Yığışırıq qeybətə. Mənə baxın. O hilləri ver də mənə. Helsiz qeybət olmur. Futbol da helsiz olmur da. Biz futbol da çatmırıq bizə. Bildim də, sən alarsan da ver mənə. Gəl gedək sən alacağım, gəl. Bu heli qadın da sevir, kişi də sevir. Hamı sevir bu heli. Sponsorumuz Alfa Kromdur. Artıq çəkilən əziyyət çəkirsiniz, şəkər və şirniyyatınızı qala bilmirsiniz, yorğun və halsız olursunuz. Bütün bunlar hamısı maddələr mübadiləsi pozulmasına əlamətlər ola bilər. Amma Alfa Krom köməyinizə çatacaq. Alfa Krom iştaha və şirniyyata meyli azaldır. Artıq biləri xüsusilə də qarın və bel nahiyəsində toplanmış bİ qatlarını əridir, qaraciyəri yağlanmadan qoruyur, maddələr mübadiləsini normallaşdırır. Gündə bir tablet yeməkdən əvvəl qəbul olunur. Alfa Krom, artıq çəkilən azad ol. Çox dəyərli tamaşaçılar, bir komedi kanalında sonuna gəlib çatdıq. Minnətdarıq bizi izlədiyiniz üçün. Sabah görüşənədək.